Müdafiə, təhlükəsizlik, səhiyyə. Media nümayəndələri üçün Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda maarifləndirici təlim və mediatur təşkil olunub. Tədbirin məqsədi media nümayəndələrini metrologiya sahəsi ilə daha yaxından tanış etmək, eləcə də metroloji xidmətin əhəmiyyəti, milli etalon bazası və laboratoriya infrastrukturunun inkişafı istiqamətində görülən işlərlə tanış etmək olub. Bura Azərbaycanın ilk milli zaman laboratoriyasıdır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz ölkə üzrə ən dəqiq zamanı yaradaq və bu zamanı ölkə üzrə müxtəlif sistemlərə, qurumlara, hətta sivil insanlara belə bu vaxtdan istifadə imkanı yaradaq. Laboratoriyamız çox müasir cihazlarla təchiz olunmuşdur. Bu cihazlar sırasına atom saatları, müxtəlif siqnal qəbul edicilər, eyni tipi server, siqnal generatorları və s. cihazlar daxildir. Artıq keçən il noyabrdan etibarən Azərbaycan Milli Etalon Vaxtı, yəni UTC az rəsmi olaraq təsdiqlənmişdir. Yəni koordinasiya olunmuş universal zamanın yaranmasında iştirak edən 90 ədəd laboratoriyadan biri də bu laboratoriyadır. Əsasən bizim fəaliyyət sahəmiz qida sahələrində, tibb laboratoriyalarında, əczanelərdə işlədilən otaq temperaturunu, nəmliyini ölçən cihazların yoxlanılması və kalibrlənməsi cihazlarıdır. Biz daha çox nəmlik generatorundan istifadə edirik. Generatorumuzda içərisində müxtəlif nəmlik nöqtələrini yaradırıq. Bu mühitdə daha sonra biz cihazlarımızı zondlar vasitəsilə kabinin içərisinə yerləşdirib, orada yaranan mühitin göstəricilərini əldə edirik. Tədbir çərçivəsində media nümayəndələrini Azərbaycan Metrologiya İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalar, buradakı müasir avadanlıqlar, ölçmə və kalibrlənmə imkanları barədə ətraflı məlumat verilib.